Salamlar, hər kəs salamlayıram. Bugün biz deməli DIM test toplusunun genetika testlərinə baxacağıq. Deməli birinci sualla başlayaq. Birinci sualda deyir ki, Hameta sözünün Yunan dilindən tərcüməsi bu qadın deməkdir. Deməli olacaq B variantı. Demək, ikinci suala baxaq. İkinci sualda isə deyir, orqanizmin zahirən görünən xarici və daxili əlamətlərin cəmi isə adlanırdı fenotip. Deməli, orqanizmin zahirən görünən xarici və daxili əlamətlərin cəmi adlanacaq fenotip, genlərinin cəmi isə adlanacaq genotip. Deməli, burada bizim cavabımız oldu fenotip. Üçüncü sualda deyir ki, periantelia sözünün latın dilindən tərcüməsi isə qız deməkdir. Üzr istəyirəm. Perianteli valideyn deməkdir. Filiali qız deməkdir. Mən dördüncü suala baxdım. Deməli, oldu. Perianteli sözün mənası olacaq valideyn. Filiali sözün mənası isə olacaq qız. Deməli, keçdik 5-ci sualımıza. 5-ci sualda dedik, hibrid sözünün latın dilindən tərcüməsi, hibrida sözünün latın dilindən tərcüməsi qarışıq deməkdir. Ona görə cavabımız olacaq Y variantı. 6-cı sualda isə deyir ki, Mendelin ikinci qanununda deyilir ki, Mendelin birinci qanunu eyni şəkillik qanunuydu. İkinci qanunda isə birinci nəsildə alınan hibridlər artıq ikinci nəsildə 1/4 nisbətdə parçalanma verir. Bu da D variantına uyğun gələcək. Deməli, birinci nəsildə alınan nəsil, ikinci nəsildə isə artıq 1/4 nisbətdə parçalanma vermiş olacaq. Deməli, sonra keçək biz 7-ci sualımıza. 7-ci sualımızda deyir ki, Mendelin 3-cü qanununda deyilir ki, Mendelin 3-cü qanununda nə deyilirdi? Mendelin 3-cü qanununa deməli, baxaq. A-da deyir ki, ontogenez filogenezin qısa təkrarıdır. Xeyr. B-də isə deyir, genlər və onlara müvafiq əlamətlər aralarında asıllıq olmadan, bəli, aralarında asıllıq olmadan irsən keçir. Sözü isə Mendelin 3-cü qanununda deyilmişdir. 8-də isə deyir ki, göstərilən sıralardan hansı yalnız homozigot genotiplər verilmişdir. Baxın burada, bəli, A böyük A böyük A homozigotdur, böyük B böyük B də homozigotdur. Amma böyük A kiçik A artıq heterozigot olduğuna görə A getdi. İkinci B variantına baxaq. B variantında yenə böyük B kiçik var. Yəni burada heterozigot var. Ona görə A da getdi, B də getdi. C-yə baxaq. C-də böyük A kiçik A var. Deməli bu da heterozigotdur, getdi. D-də də yenə heterozigot var. Amma Y-də böyük A böyük A büyük B, küçüğe, küçüğe, küçük B, küçük B, büyüğe, büyüğe, büyük B, büyük B. Bunlar ise yalnız homozigottur. Gelin de yanımıza salın. Homozigot neydir? Homozigot yalnız ya büyük ya da küçüğe olarsa bizim homozigot dedik. Büyük A ve küçük A yanaşı gelirdisə, o zaman diyeceğiz ki heterozigotdur. Veyahut da ki büyük B, küçük B. Veyahut da ki büyük A, küçük A, büyük B, küçük B. Bunlar da həmçinin heterozigot sayılırlar. Deməli, gəlin 9-cu sualımıza baxaq. 9-cu sualımızda nə deyir bizə? Hansı çarpazlaşma nəticəsində alınan nəslin bütün fərdləri fenotip və genotipə görə eyni şəkilli olacaq? Gəlin baxaq. Eyni şəkilli nə zaman olar? Baxın, elə A variantını gəlin çarpazlaşdıraq. Böyük A çarpazlaşır kiçik A ilə. Bu verəcək böyük A qametini, bu isə verəcək kiçik A qametini və alınacaq nə? Hər biri 100% sarı hamar. Yəni bu nöqtə üzərinə getsək 100% sarı hamar, yəni genotip və fenotipə görə eyni şəkilli. Fenotip olacaq sarı, 100% sarı, genotip də olacaq böyük A, kiçik A. Deməli bizdə bu şərti A variantı doğrultmuş oldu. Keçək 10-cu suala. Hansı şəkildə allergenlər düzgün göstərilib deyir. Allergenlər müxtəlif, daha doğru belə deyim, allergenlər müxtəlif xromosomlarda yerləşməlidir. Bura baxırıq və böyük A ilə kiçik A allergendə, amma eyni xromosom yerləşdiyinə görə bu səhvdir. B-yə baxaq. B-də də eyni şəkildə böyük A və kiçik A eyni xromosom üzərində, bu eyni xromosomdur. Eyni xromosom üzərində yerləşdiyinə görə bu səhvdir. Çünki allergenlər müxtəlif xromosomda və eyni lokusda, yəni xromosomun eyni sahəsində yerləşir. Bura baxaq C-yə. C-də bəli, müxtəlif xromosomda yerləşib, amma fərqli-fərqli lokuslarda. Bir burada, bir isə burada. Bunlar isə allergen olması üçün eyni lokusda yerləşməlidir. Ona görə C variantı da səhvdir. B variantda allergen yox, qeyri-allergenlər, yəni biri A və biri B olduğuna görə qeyri-allergenlərdir. Bəli, Y variantı isə bəli, allergenlər fərqli-fərqli xromosomlarda və xromosomun eyni lokusunda yerləşdiyinə görə Y variantı doğru cavab kimi götürəcəyik. 11-ci sualımıza baxsaq, iki qeyri-allel əlamətə görə çarpazlaşma necə adlanır? Deməli, 2 əgər qeyri-allel əlamətdən söhbət gedirsə, bu artıq olacaq dihibrid çarpazlaşma. 12-ci sualımızda istəyir, hər iki əlamətə görə heterozigot olan noxud bitkisi. Deməli, hər iki əlamətə görə heterozigotdursa, böyük A, kiçik A, böyük B, kiçik B olaraq baxırıq buna. Deməli,
həmin əlamətə görə resessiv olan valideyn forma ilə, resessiv olan valideyn forma kiçik A, kiçik B-dir. Deməli, çarpazlaşarkənsə, əlamətlərin fenotipə görə hansı nisbətdə parçalanması müəyyən olunur deyir. Bu hansı qametləri verəcək? Böyük A, böyük B, böyük A, kiçik B, kiçik A, böyük B və kiçik A, kiçik B. 4 ədəd qamet verəcək. Bu isə yalnız bir qamet verəcək. Kiçik A, kiçik B. Çünki başqa fərqli, başqa tip qamet verməz. Deməli, bunların çarpazlaşdırmasından bir qədər aşağı düşürüm bunu. Deməli, aha, bunların çarpazlaşmasından nə alınacaq? Alınacaq böyük A, yəni biz böyük AB-ni kiçik AB-yə çarpazlaşdıracaq. Böyük A, kiçik A, böyük B, kiçik B alınacaq. Sonra bunu çarpazlaşdıracaq. Böyük A, kiçik B, kiçik B. Sonra isə kiçik AB-ləri çarpazlaşdıracaq. Kiçik A, B-lər, kiçik A, kiçik B ilə çarpazlaşdırılsa alınacaq. Kiçik A, böyük B, kiçik B. Sonra isə bunu çarpazlaşdıracaq, alınacaq. Kiçik A, kiçik B, kiçik B. Bunlarda indi bizə deyir ki, fenotipə görə hansı nisbətdə parçalanır? Bax, fenotipə görə biz noxud bitkisilərindən getsək, sarı hamar noxud alınır. Çünki burada böyük A var və böyük B var. Böyük A olarsa sarı rəng özə çıxırdı, böyük B olarsa hamar forma özə çıxırdı. Deməli, birinci noxudumuz oldu. Nə? Sarı hamar noxud. İkinciyə baxırıq biz. Böyük A, kiçik B, kiçik B. Bəli, bu sarı olacaq. Amma kiçik B-lər isə qırışıq forma olduğuna görə sarı qırışıq noxud alınacaq. Kiçik A-lar üzə çıxıbsa bu artıq yaşıl noxud deməkdir. Amma böyük B varsa, deməli burada hamar formadır. Sonra burada isə həm kiçik A, həm də kiçik B üzə çıxıb. Deməli, yaşıl və qırışıq formalar üzə çıxmışdır. Deməli, fenotipə görə parçalanma elə burada olacaq. Birin, elə birə. Hər biri olacaq. Deməli, 1. Çünki bir dənə sarı hamar, bir dənə sarı qırışıq, bir dənə yaşıl hamar, bir dənə yaşıl qırışıq aldığına görə cavabımız olacaq A variantı. Sonra baxaq 13-cü sualımıza. 13-də nə deyir bizə? Tam dominantlıq şəraitində monohibrid çarpazlaşma zamanı iki heterozigot fərdin çarpazlaşmasından alınan nəsildə valideyn əlamətlərinin fenotipini soruşur. Gəl indi yazaq. Tam dominantlıq şəraiti deyirsə və iki heterozigot fərd deyirsə, deməli bunlar çarpazlaşacaq böyüyə kiçiyə. Bu iki qamet verəcək. Böyüyə kiçiyə. Bu da eyni şəkildə böyüyə kiçiyə. Və bunları mən çarpazlaşdırsam alınacaq böyüyə. Sonra bununla bunu çarpazlaşdırsam alınacaq böyüyə kiçiyə. Yenidən bununla bunu çarpazlaşdırsaq böyüyə kiçiyə. Hər zaman dominantı birinci yazırıq. Yəni böyük hərfi birinci yazırıq. Bundan da bu çarpazlaşında alınacaq kiçiyə deməli fərdi. Bizə nə soruşur? Nəsildə valideyn əlamətləri fenotipə görə hansı nisbətdə parçalanar? Fenotipə görə dediyinə görə, tam dominantlıq dediyinə görə bu da sarı noxuddur və bunlar da sarı noxuddur. Amma kiçik A-lar isə yaşıl noxuddur. Bunlar niyə görə sarı noxuddur? Çünki sarı rəng yaşıl rəng üzərində tam dominant olduğuna görə sarı rəng yaşıl rəngin üzə çıxmasını qoymur və nəticədə böyük ya kiçik A-larda sarı rəng olur. Deməli, fenotipə görə parçalanma nə olacaq? 3 ədəd sarı, çünki 1, 2, 3. 3 ədəd sarı, 1 ədəd də yaşıl olmaqla deməli alınacaq. Fenotipə görə parçalanma 3-ün 1-ə. Deməli, 14-cü sualımıza baxsaq, deyir, homozigot tez yetişən arpa bitkisinin gec yetişən arpa bitkisi ilə çarpazlaşmasından alınan ilk bir nəslinin genotipi aşağıdakı sıraların hansında düzgün göstərilmişdir və bizə mötəzə edir ki, tez yetişənlik gec yetişənlik üzərində dominantdır. Yazırıq tez yetişən böyük hərflə yazırıq, çünki dominantdır. Gec yetişəni isə kiçik hərflə yazırıq, çünki resessivdir. Və bizə deyir ki, homozigot tez yetişən. Deməli, böyüyə yazmalıyıq, çünki homozigot olarsa böyüyə kiçiyə yaza bilmərik. Gec yetişən bitki üzərinə. Gec yetişən isə kiçiyədir. Və bunları biz çarpazlaşırsaq nə alınacaq? Bu yalnız böyüyə qameti verəcək, bu isə yalnız kiçiyə qameti. Və bunların birləşməsindən alınacaq böyüyə, kiçiyə. Deməli, alınan fərqlər nə olacaq? Genotipcə böyüyə, kiçiyə. Yəni 14-də eləyəcək cavabımız A variantı. Sonra bunu silək 15-ci sualımıza baxaq. Deməli, 15-ci sualımızda nəyi göstərir bizə? Heterozigot qara saçlı kişi ilə sarı saçlı qadının doğulmasından. Heterozigot qara saç deyirsə və biz bilirik ki, qara saç dominantdır. Deməli, böyük ya kiçik yazmalıyıq bunu. Heterozigot dediyinə görə həmçinin böyük ya kiçik yazırıq.
Sarı saç ise resessiv olduğuna göre kiçiyə kiçiyə. Bu iki tip qamet verəcək. Böyüyə, kiçiyə, bu isə yalnız bir dənə kiçiyə. Bunların çarpazlaşmasından böyüyə, kiçiyə, həmçinin kiçiyə, kiçiyə. Deməli, sarı saçlı uşağın dünyaya gəlmə ehtimalı olacaq 2-də 1. Deməli 17 ilə davam eləyək. 16-da oldu sarı saçlı uşaqların doğulması 2-də 1. 15-də isə qara saçlı uşaqların doğulmasını soruşduğuna görə 15-də də eyni şəkildə olacaqdı. Yenə 2-də 1. Demək, həm qara saç, həm də sarı saçın doğulma ehtimalı. Çünki qara saç bu olacaq, sarı saç isə bu. Həm qara saç, həm də sarı saçın doğulma ehtimalı hər ikisi 2-də 1 olacaq. 17-yə baxaq. Öyrənilən əlamətə görə nəsildə parçalanma verən və verməyən. Əgər fərd heteroziqotdursa, bu nəsildə parçalanma verəcək. Çünki həm böyüyə, həm də kiçiyə qamət yaranacaq. Yox, amma homoziqotdursa, bu axı nəsildə parçalanma verməyəcək. Yalnız bir tip qamət əmələ gətirər və özünə oxşar fərdlə. Yəni böyüyə, böyüyə homoziqotdur. Eyni şəkildə böyüyə, böyüyə ilə çarpazlaşarsa, nəsildə parçalanma verməz. Gəlin bunu indi yazaraq bir dənə göstərim sizə. Deməli, əgər bu homoziqotdursa, özünə oxşar fərdlə çarpazlaşmarkən nəsildə parçalanma verməyəcək və yenidən sarı noxudlar alınacaq. Yox, əgər heteroziqotdursa, bu özünə oxşar fərdlə çarpazlaşarkən nəsildə artıq parçalanma verəcək. Niyə alınacaq böyüyə, böyüyə, 2 dənə böyüyə, kiçiyə və kiçiyə, kiçiyə. Baxın, bunlar hər ikisi sarı noxudları idi. Parçalanma verdi. Necə parçalanma verdi? Çünki alınan nəsillərin 3-ü sarı, biri isə yaşıl rəng olduğuna görə deyirik ki, heterozigot formaları özünə oxşar fərdlə çarpazlaşarkən nəsildə parçalanma verir. Ona görə parçalanma verən olacaq heterozigot, verməyən isə olacaq homozigot. Deməli, keçək 18-ci sualımıza. Deməli, 18-dən davam edirik. 18-də deyir, qeyri-tam dominantlıq şəraitində iki homozigot fərdi, deməli, monohibrid çarpazlaşma zamanı birinci nəsildə neçə genotip deyir? İki homozigot deyirsə, yəni istər böyüyə böyüyə çarpazlaşsın, istər kiçik A-lar, yəni kiçik A-lar da homozigotdur, çarpazlaşsın, fərqi yoxdur. Nəsildə nə əmələ gələcək? Yenidən eyni tip, yəni bir tip genotip və bir tip fenotip alınır. Ona görə bizə deyir, neçə genotip müxtəlifliyi alınır? Cavabımız olacaq 1. 19-da isə monohibrid çarpazlaşmasında yenə qeyri-tam dominantlıq şəraitində bu səfər 2 heterozigot fərdin çarpazlaşması deyir. 2 heterozigot deyirsə, yəni mən 2 ədəd böyük ya kiçiyanı çarpazlaşdırmalıyam. Böyük ya kiçiyə, böyük ya kiçiyə çarpazlaşarkən və qeyri-tam dominantlıqda birinci nəsildə neçə genotip müxtəlifliyi alınır deyir. Yenə alınacaq böyüyə böyüyə, 2 ədəd böyüyə kiçiyə və 1 ədəd kiçiyə kiçiyə. Deməli, neçə genotip alınır? 1 genotip, 2 genotip, 3 genotip. Deməli, neçə genotip oldu? Toplamda cəmi 3 genotip alınır. 20-ci sualda istəyir. Morgan qanununda deyilir ki, eyni bir xromosomda yerləşən qeyri-allel genlər əsasən ilişkili surətdə birgə irsən keçir. Bəli. Bu nə deməkdir? Morgan deyirdi ki, qeyri-allel genlər, bax, A və B qeyri-alleldir. Böyük ya kiçik ya isə allel gendir. Böyük B, kiçik B isə allel gendir. Qeyri-allel genlər ilişkili şəkildə, yəni bu şəkildə, deməli, birgə irsən keçən genlərdir. Bu isə Morgan qanunudur və cavabımız olacaq A variantı. 21-ci sualda isə deyir, birinci nəsildə hibridlərin eyniliyi özünü onda göstərir ki, baxaq, bütün birinci nəsil yalnız fenotipə görə eyni olar, bütün birinci nəsil yalnız genotipə görə eyni olar, bütün birinci nəsil həm fenotipə, həm genotipə, həm də fenotipə görə eyni olar. Bəli. Bu zaman eyniliyi özünü o zaman göstərir. Həm genotip, həm də fenotipə görə eyni olarsa, biz buna eynilik deyəcəyik. Deməli, 21-ə baxdıq, indi növbəti 22-ci sualımıza keçək. 22-ci sual dedi ki, yalnız heterozigot fərqlərin göstərildiyi. Baxaq indi. Heterozigot fərqlərin göstərildiyi deyirsə, biz artıq bildik ki, homozigot nədir, heterozigot nədir və heterozigotu deyirsə, baxaq burada. Bəli, A-ya baxaq, böyüyə kiçiyə heterozigotdur. Böyük B, kiçik B, bu da heterozigotdur. Böyüyə kiçiyə, böyük B, kiçik B, bu da heterozigot. Eyni ilə böyük B, kiçik B, böyük C, kiçik C, böyük A, kiçik A, böyük C, kiçik C. Bəli, bunların hamısı heterozigot olduğuna görə elə cavabımız olacaq A variantı. Amma B-də
böyüyə homozigotdur, ona görə çıxırıq. C-də yenə böyüyə çıxırıq. D-də böyük B var, çıxırıq. Y-də yenə eyni şəkildə həm böyüyə, həm də böyük B olduğuna görə, onlar homozigot olduğuna görə həmin cavabları çıxışla çıxardırıq və nəticədə cavabımız olacaq A variantı. 23-cüyə baxaq. Hansı sırada yalnız bir əlamətə görə heterozigot genotiplər göstərilir? Baxın, A-da bir əlamətə görə heterozigot baxaq. Bax, böyük ya, kiçik B, kiçik B. Bəli, burada yalnız A-ya görə heterozigot var. Bu doğrudur. İkincidə deyir böyük ya, böyük ve böyük B. Bəli, burada da yalnız bir əlamətə görə heterozigot var. Amma burada isə heç bir heterozigot olmadığına görə A variantımız gedir. B'ye baxaq. Yine kiçiyə, böyük B, kiçik B. Bəli, burada da bir əlamətə görə heterozigot var. Burada da yine A'lara görə heterozigot var. Burada isə B'lərə görə heterozigot olduğuna görə cevabımız olacaq 23'də B variantı. 24'te ise sıralardan hansında verilen fərqlərin hamısı heterozigot genotipə malikdir. Yenə heterozigot deyərsə biz ya böyük A, kiçik A, ya böyük B, kiçik B, ya da böyük A, kiçik A, böyük B, kiçik B şəkildə axtaracağıq. A'da çıxacaq. Niyə? Çünki böyüyə homozigotdur. B-ni də çıxacaq. C'də kiçik B də homozigot olduğuna görə çıxırıq. D'ye baxırıq. D, bəli, elə cavabımız olacaq D variantı. Çünki böyük A, kiçik A, böyük B, kiçik B, böyük R, kiçik R. Eyni şəkildə burada həm böyük R, həm də kiçik R olduğuna görə bu da heterozigotdur. Böyük A, kiçik A, böyük B, kiçik B ve böyük A, kiçik A, böyük R, kiçik R də heterozigotdur. Amma Y'dəki böyük yerlər homozigot olduğuna görə Y'ni də çıxacaq. Demək, cavabımız olacaq D variantı. 25'te ise deyir, bir cüt allele göre heterozigot olan fərdin genotipi. Bir cüt allel deyirsə, ya bu olmalıdır böyük A, kiçik A, kiçik B, kiçik B, ya böyük A, kiçik A, böyük B, böyük B, ya da olmalıdır böyük A, böyük B, kiçik B, ya da böyük A, kiçik A, kiçik B, kiçik B'ni yazmışdım, bir daha yazmışdım diye de onu sildim. Deməli, baxaq görək, bir cüt allelə görə heterozigot olan fərd deyərsə bizdə, A-da hər iki allelə görə homozigotluq var, getdi. B-də, bəli, bir əlamətə görə heterozigot olduğuna görə cavabımız olacaq B variantı. Amma C-yə baxın, hər iki əlamətə görə heterozigot var. D-də ümumiyyətlə heterozigot yoxdur. İkisi də homozigotdur. Y-də isə iki əlamətə görə heterozigot olduğuna görə Y-də getdi, D-də getdi, C-də. Deməli, cavabımız oldu nə? B variantı. İndi isə keçək 26-cı sualımıza. Baxaq görək 26-da bizə nə deyir? 26'da deyir ki, İrsən ilişikli ötürülür. İrsən ilişikli ötürülürsə biz burada Morgana baxacağıq. Morgan deyir ki, bir xromosomda yerləşən qeyri-allel genlər. Bəli, az öncə çəkdim burada. Böyük A, böyük B. Bunlar qeyri-allel genlərdir. Və bunlar irsən ilişikli şəkildə ötürülür. Yəni A hara getsə B də onunla bərabər gedir. Ona görə buna deyirik ilişikli irsiyyət. 27'ye baxırıq. İlişikli genlər üçün çarpazlaşma tezliyi nədən asılıdır? Baxaq, hüceyrədəki homoloji xromosomların sayından xeyir asılı deyil. Yalnız xromosomdakı genlərin sayından asılı deyil. Çarpazlaşma tezliyi, yəni burada bizdə Krasingov soruşur. Çarpazlaşma tezliyi asılı olacaq yalnız həmin genlər arasındakı məsafədən. Baxın, genləri mən bu şəkildə yazsam. A, B, C, D, Y. Və bu da bir xromosom kimi, bu xətti çubuğu bir xromosom kimi qəbul etsək, bunlar arasındakı Krasingov məsafədən asılıdır. Məsafə nə qədər artarsa, bunu belə bir qrafik çəksək, genlər arasındakı məsafə Krasingoverlə düz mütənasibdir. Məsafə nə qədər artsa, Krasingover o qədər artar. Deməli, bu çəkdiyim xromosomda Krasingover ehtimalı nə zaman daha çox olar? Deməli, A ilə Y arasında Krasingover olma ehtimalı daha çoxdur. Çünki onlar daha çox məsafədə aralı yerləşiblər bir-birlərindən. Ona görə cavabımız Y olacaq. 28'e baxaq. Yenə deyir, qara saçlı valideynlərin dördüncü uşağı sarı saçlı doğulmuşdur. Hansı halda valideynlərin genotipi doğru göstərilmişdir, deyir. Baxaq, əgər qara saçlı valideynlərdən sarı saçlı övlad doğulubsa, deməli bu valideynlər hər ikisi heterozigotuymuş. Çünki qara saç dominantdır, sarı saç isə resessivdir. Yəni bu valideynlər hər birində qara saç olsalar belə sarı saç geni, yəni bu kiçik A-lar olub ki, nəsildə nəticədə bu uşaqlarda sarı saçlı uşaqlar dünyaya gəlibdir. Ona görə valideyn formalarını mən A-larla yazdım, bunu B-lərlə də eyni şəkildə yaza bilərik. Yəni böyük B, kiçik B, böyük B, kiçik B. Cavabımız olacaq 28'e D variantımız. 29'a baxaq. İtin diploid xromosom yığımında, yəni 2 bərabər 78 isə neçə cinsi xromosom olar? Biz demişdik ki, 2N
78 isə həmişə N-in qarşısındakı ədəd cinsi ədəddir. Demək, bu 78-dən ikisi cinsi xromosomlardır, 76-sı isə autosom xromosomlardır. Deməli, burada cinsi xromosomlar sayı elə olacaq 2. 30-da isə deyir, əlaməti müxtəlif mühit şəraitində üzə çıxan və genotip tərəfindən nəzarət edilən dəyişkənliyin hüdudları adlanacaq. Bu kitabda bu cümlə var. Bu isə adlanır reaksiya norması. Gəlin 31-ə baxaq. 31-də deyir, hansı variantda allel genlər düzgün göstərilmişdir? Gəlin variantlara baxaq. Deməli, allel genlər düzgün göstərilib deyirsə, biz artıq baxacağıq. Bəli, bax burada A variantında allel genlər düzgün göstərilir. Çünki allel genlər eyni lokusda yerləşməlidir. Baxın, bunlar eyni lokusda, yəni eyni sahədə, xromosomun eyni sahəsində yerləşməlidir. Bəli, elə olacaq. 31-də cavabımız A variantı. Amma digərlərinə baxsaq, burada allel yox, B-də allel yox, qeyri-allel genlər. Yəni, A ilə B hərəsi ayrı-ayrı əlamətlər daşıdığına görə bunlar qeyri-allel genlər adlanır. Bu isə ümumiyyətlə səhvdir, çünki A-nın qarşısında heç B dayana bilməz. A genin qarşısında mütləq ona ya resessiv ya da ona dominant olan gen dayanmalıdır qarşısında. Ona görə C ümumiyyətlə səhvdir. D-də isə baxırıq, yenə dediyim kimi A-nın qarşısında heç zaman B dayana bilməz. A-nın qarşısında heç zaman B dayana bilməz. Cavabımız olacaq A variantı. 32-də isə deyir, monohibrid çarpazlaşma zamanı yenə iki heterozigot fərdin çarpazlaşmasından əmələ gələn dominant nəslin hansı hissəsi parçalanma verə bilən fərdlər təşkil edir. Əgər iki heterozigot deyirsə, yenə mən böyük A, kiçik A, böyük A, kiçik A. Bunların çarpazlaşmasından alınır böyük A, böyük A. Böyük A necə alınır? Yəni, bu bir dəfə bununla çarpazlaşacaq, bir dəfə də bununla çarpazlaşacaq. Alınacaq nə? Böyük A, böyük A, böyük A, kiçik A. Sonra bu bir dəfə bununla çarpazlaşacaq, bir dəfə də bununla çarpazlaşacaq. Yenə alınacaq böyük A, kiçik A, kiçik A, kiçik A. Ya bunu bu şəkildə də ikisini burada yazsam, yəni bunu da bu şəkildə də yaza bilərəm. Deməli, burada neçə dominant soruşurdu bizdən, düzdür? Baxaq, dominant, bəli, əmələ gələn dominant nəsil neçə hissəsi parçalanma verə bilər? 3 nəsil dominant yaranıb, amma parçalanma verən yalnız heterozigotlardır. Deməli, 3-dən ikisi parçalanma verə bilər. Ona görə cavabımız necə olacaq? 3-də 2 B variantı. 33-də isə deyir, monohibrid çarpazlaşma zamanı natamam dominantlik şəraitində iki heterozigot fərdin birinci nəslində neçə fenotip müxtəlifliyi alınır? Əgər natamam dominantlıqdırsa, burada artıq heterozigotlar fərqli fenotipə malik olacaqlar. Yəni, biz tam dominantlıqda bunu da hər ikisini sarı rəng kimi götürə bilirik. Amma natamam dominantlıqda bunu belə götürmürük. Bunu noxudun çiçəklərindən bir misal verilib kitabımızda. Həmçinin toyuqların xoruzların rəngindən də misal verib. Böyük allar qara rəngdən verib, toyuqların rəngində kiçik allar ağ rəngdən verib. Amma həm böyük, həm də kiçik A gəldiyinə görə, yəni bunlar bir-birləri üzərində tam dominantlıq təşkil eləmədiyinə görə ortaq bir rəng ortaya çıxır və mavi rəng alınırdı. Bizə isə deyir ki, iki heterozigot fərdin birinci nəslində neçə fenotip müxtəlifliyi alınır? Alınacaq qara rəng, alınacaq mavi rəng, alınacaq ağ rəng. Deməli, 3 dənə fenotip müxtəlifliyi ortaya çıxar. Deməli, 34-də baxaq. Hansı çarpazlaşma nəticəsində alınan nəsildə 2 genotip və 2 fenotip müxtəlifliyi əmələ gələr? Baxın, bununla bunun çarpazlaşmasından A-da hamısı alınacaq böyük ya, kiçik ya. Bir fenotip, bir genotip. Bunların çarpazlaşmasından isə həm alınacaq böyük ya, həm də alınacaq böyük ya, kiçik ya. Deməli, nə alındı burada? 2 genotip alındı, amma tam dominantlıq deyirsə bir fenotipdir. Çünki həm böyük ya, həm də böyük ya, kiçik ya sarı rəngdir. Ona görə A-mız da getdi, B-də də getdi. B-yə baxaq. Bunlarda eyni şəkildə bulundu. Çarpazlaşması zamanı 2 genotip yox. 3 genotip alınır, 3 fenotip alındığına görə B variantımız getdi. Buna baxaq. Bunların çarpazlaşmasını alınacaq böyük ya, kiçik ya. Kiçik alan kiçik ya çarpazlaşmasını alınacaq kiçik ya, kiçik ya. Bəli, burada 2 genotip alındı. Yəni biri böyük ya, kiçik yadır, biri isə kiçik yadır. 2 genotip və 2 fenotip var. Fenotip nə idi? Rənglər. Böyük ya, kiçik ya sarı rəngli, kiçik ya da yaşlı rəngli. Ona görə deməli cavabımız olacaq C variantı. İndi isə keçək 35-ci məsələmizə. Görək 35-də bizə nə deyir? 35-də deyir ki, bir saniyə, bunu tamam silək. Deməli, 35-də deyir, qeyri-tam dominantlıq şəraitində iki heterozigot fərdin monohibrid çarpazlaşması zamanı
Fenotip və genotip müxtəlifliklərinin sayıdır. Yenə qeyri-tam dominantlıq şəraitində və iki heterozigot eyni şəkildə yazsaq bura, heterozigot deyəndə monohibriddirsə biz yazacağıq böyük ya kiçik ya, böyük ya kiçik ya. Bunların çarpazlaşmasından dedik alınır böyük ya böyük ya, iki ədəd böyük ya kiçik ya, bir ədəd isə kiçik ya kiçik ya. Deməli, qeyri-tam dominantlıq deyirsə biz nə dedik? Dedik bu qara rəng idi. Bu ağ rəngi idi. Bu isə mavi rəngi idi. Deməli, bu isə mavi rəngi idi. Bizə deyir ki, fenotip və genotip müxtəlifliyin sayı hansı sıradadır? Deməli, burada bir dənə genotipə görə desək, bir dənə böyük ya böyük ya var. 2 dənə böyük ya kiçik ya var. Bir ədəd də kiçik ya kiçik ya var. Deməli, genotipə görə parçalama nə oldu? 1-in, 2-nin 1-ə. Bəs fenotipə görə parçalama necə olacaq? Bir dənə qara var. 2 dənə mavi var. Bir dənə isə ağ var. Yenə fenotipə görə parçalama nə olacaq? 1-in, 2-nin 1-ə. Ümumiyyətlə deyim ki, qeyri-tam dominantlıq deyilsə, bu zaman biz fenotipi tapsaq, genotipi də tapmış oluruq. Çünki fenotip genotip sayına bərabər olur. Bizə isə müxtəliflik dediyinə görə, deməli 3 genotip var. Böyük ya böyük ya, böyük ya kiçik ya, kiçik ya kiçik ya. 3 genotipimiz var. Fenotip isə bir dənə qara, bir dənə mavi, bir dənə də ağ. Yəni 3 dənə də fenotip olacaq. Deməli 3 fenotip, 3 genotip. Cavabımız olacaq D variantı. 36-ya baxsaq, deyir, yalnız yaşıl toxumlu noxudlar heterozigot ola bilərmi? Xeyr, ola bilməz. Çünki yaşıl rəng resessivdir və o zaman o heç zaman heterozigot olarsa üzə çıxa bilməz. Ona görə cavabımız olacaq C variantı. Çünki dominant fenotipli fərdlər heterozigot ola bilər. Resessivlər isə ola bilməz. Yəni A variantımız səhvdir. B-də isə resessiv fenotipli fərdlər yenə heterozigot deyir. Bu da səhvdir. D-də qırışıq toxumlu noxudlar heterozigot deyirsək, yenə qırışıq toxumlar resessiv olduğuna görə heterozigot ola bilməz. Y-də isə haploid xromosomlu dəstələr heterozigot ola bilər deyirsə, haploid isə bu heterozigot ola bilməz. 37-də isə deyir ki, böyük ya, kiçik ya, böyük B, kiçik B çarpazlaşır böyük ya, böyük ya, böyük B, kiçik B ilə. Və bu fərdlərin hansı tip kometlər hazırlayır? Baxaq, gəlin yazaq. Böyük ya, kiçik ya, böyük B, kiçik B. Birinci gəlin bunun qametini tapaq. Alacaq böyük ya, böyük B. Yəni bunu bir dəfə bundan vuracağıq, bir dəfə də bundan vuracağıq. Alınacaq böyük ya, böyük B, böyük ya, kiçik B. Sonra isə bunları bir-birinə çarpazlaşdıracağıq. Alacaq kiçik ya, böyük B və kiçik ya, kiçik B. Deməli, bunun aldığı, verdiyi qametləri tapsın. Necə gəlin bunu tapaq? Burada isə eyni şəkildə böyük yanı böyük B ilə vursa alarıq böyük ya, böyük B. Yenə böyük yanı kiçik B ilə vursa alarıq böyük ya, kiçik B. Bu isə iki tip qamet verdi. Baxırıq elə cavabımız harda var? C variantında. C variantımız olacaq doğru cavabımız. 38 isə deyir ki, bu genotipli fərdlər hansı qametlər hazırlayır? Yenə eyni şəkildə. Baxaq. Elə bu fərdi idi. Elə bu hansı qametlər hazırlayacaq? Böyük ya, böyük B, böyük ya, kiçik B. Bəs bu hansı fərdlər qametlər hazırlayacaq? Yenə böyük yanı bir dəfə böyük B ilə vuracağıq. Bir dəfə də kiçik yanı kiçik B ilə vuracağıq. Vəssalam. Cavabımız nə olacaq? 38-də deməli A variantı. Böyük ya, böyük B, böyük ya, kiçik B, böyük ya, böyük B, bir də kiçik ya, böyük B. Bəli, cavabımız olacaq deməli A variantı. İndi keçək 37-yə. 37-də Mendelin noxud bitkisində valideyn formaların. Nə deyir bizə baxaq burada? Valideyn formaların və valideyn formalarını və F1 nəslini soruşur. Aha. F1 nəslinin fərdlərinin çarpazlaşmasında hansı tozlanma üsulundan istifadə etmişdir? Mendel birinci, yəni birinci qanununda o homozigot dominantla homozigot resessiv fərdi çarpazlaşdırmışdır. Yəni sarı noxudla yaşıl noxudu. Bu zaman bu çarpaz tozlanmadan istifadə etmişdir. Sarı noxudun erkəkçiklərini kəsmişdir və onu yaşıl noxudun erkəkçiyi ilə tozlandırmışdır. Bu nə oldu? Birinci oldu, deməli çarpaz tozlanma. İkinci zaman isə bunlardan alınan nəsildən, yəni böyük ya kiçiyə alınırdı. Bunları isə öz-özünə tozlandırmışdı. Deməli, birinci çarpaz tozlandırmadan, ikinci isə öz-özünə tozlanmadan istifadə etmişdir. Cavabımız olacaq 39-da B variantı. 40-ı oxuyaq gəlin. 40-da homozigot dominant və resessiv fərdin monohibrid çarpazlaşması zamanı
F2 nəslində parçalanma genotipcə hansı nisbətdə baş verir? Yenə deyir, homozigot dominant və resessiv. Homozigot dominant dediyinə görə mən böyüyə yazıram. Resessiv fərq dediyinə görə resessiv yalnız homozigot olur. Heterozigot vəziyyətdə biz resessivə rast gəlmərik. Çarpazlaşma zamanı nə yaranır? Böyüyə, kiçiyə. Bu adlanır F1 nəsil. Və mən F1 nəsli öz aralarında çarpazlaşdırsam, alaram bir dənə böyüyə, bayaq yazdıq, yenə yazaq. 2 dənə böyüyə, kiçiyə, bir dənə isə kiçiyə. Bunlar isə adlanır F2 nəsli. Deməli, bizə deyir ki, F2 nəslində parçalanma genotipcə hansı nisbətdə olur? Baxın, genotipcə bir dənə böyüyə, 2 dənə böyüyə, kiçiyə, bir dənə də kiçiyə. Deməli, parçalanma necə oldu? 1-in 2-in 1-ə. Yəni, cavabımız olacaq C variantı.